Vaxtınız xeyir olsun, mənim əziz şagirdlərim. Bugünkü izahımız 9-cu sinifin dim toplusundan olan fonetikanın izahı olacaq. Başlayaq birinci sualdan. Sonu eyni-cinsli qoşa samitli sözlər necə icra olur? Qoşa sonu eyni-cinsli məsələn götürə bilərik həldir, xətdir və s. Bunlar da ki, təbii ki, bir hecalı ola bilir. Bir də cavabımız C variantı. Hansı sözə dodaqlanmayan incə? Dodaqlanmayan incə saitlərin ahəngi. Məsələn, dodaqlanmayanlar A-dır, Ə-dir, E-dir, I-dır, İ-dir. Bunların incələri sayılır incə A ilə E, bir də İ. İ sayılır, baxaq. Dodaqlanmayan incə saitlər olsun. Üzümçülər dodaqlanandır. İqtisadiyyat burada demək A-dır, E-dir, İ-dir. Darıxdırmaq sözü qalındır. A qalındır. Burada da incələr deyəndə biz demək A, Ə, E, İ-ni seçirik. Burada A olduğuna görə qalındır götürmürük. Ətirli sözüdür. Cavab D variantı. Zümrüddə dodaqlanan saitdir. Cərgələrin birində Q hərfi ardıcı olaraq G, G, X, K səslərini ifadə edir. Bunu ardıcıllığı riayət etməlisiniz. Müşfiq burada K səsini verir. Ona görə bu cavab getdi. Üfüq xətti özündən sonra samit gəldiyinə görə K səsini verir. Ona görə getdi. Megafon G uyğundur. Haqqında burada isə G-nin biri K səsini verdiyinə görə olmadı. Biz ikinci hərfimiz G olsun. Qoçaq Q. Məsələn, burada G hərfi düzdür. G-dir. Sonra burada sait gəldiyinə görə G səsini ifadə edir. Otaqsız. Burada samit gəldiyinə görə X səsini ifadə edir. Burada da özündən sonra kar samit gəldiyinə görə K səsini verir. Ardıcılıqla götürəndə cavabımız 3-də D variantı olmuş olur. Sonra burada aşıq sözü var, aşiq sözü var. Aşiq, vərəq, üfüq, bunlar eyni tipli sözlərə aiddir. Bunlar çox hecalı alınma sözlərdir. Bunlardan sait gələndə dəyişmir. Təklikdə, müstəqil işlənəndə, özündən sonra samit gələndə öz qarşılığı olan K-ya çevrilir. Aşiq K səsini verir. Aşiq K səsini, aşıq isə X səsini vermiş olur. Ona görə cavabımız burada oldu bizim D variantı. Hansısa da sözlərə saitlə başlanan baş vermir. Bax, demək sümük, otaq baş verir. Çarıq, kəpənək baş verir. Çiçək, yarpaq baş verir. Qoruq, ürək baş verir. Türk, tək hecalar demişdik ki, türkdür, mülkdür. Bunlarda dəyişmə olmur. Şəfəqdə də K səsini ifadə edir. Ona görə cavabımız D variantı. Hansı sıradakı sözlərə sait ilə başlanan şəkilçə artırdıqda qığı, K-yə əvəzlənməsi baş vermir deyir. Məsələn, baş vermir deyə baxaq bunlara. Üfüq, ürək. Üfüqdə baş vermir, amma ürəkdə K-yə çevrilir, baş verir. Əmlak baş vermir, amma buruqda baş verir. Ona görə götürmürük. Əlcək baş verir, daraq, çiçək, qapaq baş verir, amma qalustuq dialoq sözündə baş vermir. Yenə eyni sualdandır, baş vermir. Ələk baş verir, məntiq baş vermədiyinə görə, burada ələk baş verdiyinə görə götürmürük. Sonra qapaq, külək bunların hər ikisi baş verir. Kiçik qatıq baş verir. Təbrik baş vermir, müdrikdir, təbrikdir, malikdir. Bunlarda sait icazə, samit icazə dəyişmə olmurdu. Moruq səsində ancaq baş verdiyinə görə götürmürük. Hər ikisi olmalıdır. Cavabımız B variantı, monoloq, şərik. Keçək 7-ci suala. Tərkibində yalnız Cingiltə samitlərin işləndiyi sözləri müəyyən edin. Yalnız Cingiltə. Biz bilirik ki, sait samit deyəndə sözün yazılışına baxırıq. Yazılışına baxırıq və yazılış üzərində götürürük. Cavabımız burada A variantıdır. İldırım, yanğın. Bunların hamısı Cingiltəli samitdir. Məsələn, S burada kardır. Sonra daşqın. Məsələn, kənd burada kənd kimi D-yə çevrilir. Ona görə bu da T orada kar samitdir. Ümid T olur, T kar samitdir. Ağac Ç olur, burada da Cingiltəli samitdir. Ona görə cavabımız A. Sayı samit deyəndə yazılışa baxmalıyıq. Saitlə başına şəkildə artırdıqda hansı sözdə K-yə əvəzlənməsi baş vermir? Daş kəsək, enli kürək, dirlik, dirsək baş verir. Ensiklopedik isə baş vermir. Saitlə başına şəkildə artırdıqda K-yə əvəzlənməsi baş verir. Satirik,
Demişdik ki, bunlarda baş vermir, şərikdir, baş vermir, əmlakdır, baş vermir, aptek baş vermir, amma ev eşik baş verir. Sonra 10-cu suala baxaq. Hansı sözə sait və başına işə keçərdik q-yə keçmir. Sınıq, fıstıq, firavanlıq, udulaq. Amma vərəq sözündə q orada k-ya keçir. Saitlə başına söz əlavə olunanda isə dəyişmə olmur. 11. Hansı sözə sait və başına işə keçər artıqda q-yə keçmir. Qaynaq, qonaq, yaxşılıq, qulaq. Amma monoloq sözündə dəyişmə olmur. Sonra keçək demək neçənci sualdır burada? 12-ci suala baxaq. İmtahanda yüksək bal toplayan azaddır. Cümləsi hansı sözdə cingiltili samit, cingiltili samitimiz kar tələffüz olunur. İmtahanda yüksək cingiltili samit olmalıdır, özü də kar. Burada cavabımız 5-cidir. Çünki azad sözü burada d cingiltilidir, tələffüzdə olur azad. Ona görə A variantı. Hansı sözdə uzun tələffüz olunan bir sait vardır? Bir dənə sait olmalıdır.